İbrahim müəllim, bir izləyicimiz yazır ki, yaşayış təyinatlı çıxarışla qeyri-yaşayış təyinatlı çıxarışın arasında nə fərq var və onlarda nə inşa eləmək olar? Qısaca buna belə bir cavab versəm, dövlət hər hansı bir tikinti sahəsi üzrə və yaxud hər hansı bir layihə üzrə və yaxud yaşayış üçün torpaqlar ayırır və bu torpaqlara təyinat verir. Qeyri-yaşayış deyəndə biz kommersiyanı başa düşürük. Orada hər hansı bir restoran tikə bilərsiniz, istehsalat müəssisəsi tikə bilərsiniz. Yaşayış deyəndə isə orada mülki evlərdən söhbət gedir. Orada siz mülki ev tikə bilərsiniz özünüz üçün. Məsələn, fərdi yaşayış evi tikə bilərsiniz və yaxud hər hansı bir bina orada tikilə bilər. Bir də var kənd təsərrüfatı. Kənd təsərrüfatı sırf kənd təsərrüfatı üçün təyinatlı torpaqlardır. Onlar üçün ancaq dediyim kimi yüngül konstruksiyalardan qurula bilər və onun hamısının da istər torpaq məcəlləsində, digər mülki məcəllələrdə konkret ölçüləri göstərilib ki, hansı belə deyək 100 sot üzrə məsəl üçün 1 hektar torpaq sahəsi üzrə siz nə qədər yüngül konstruksiyalı tikinti tikə bilərsiniz. Və yaxud da istər bu yaşayışda, istər qeyri-yaşayışda əmsal olaraq 100 kvadratın da üzərində göstərilib, 1000 kvadratın da üzərində göstərilib, 10.000 kvadratın da üzərində göstərilib. Yəni ona görə qısaca desək, 3 təyinatlı torpaq var. Tikinti təyinatlı, kənd təsərrüfatı təyinatlı, qeyri-yaşayış, yəni kommersiya təyinatlı. Kommersiya təyinatlı torpaqlarda yenə dediyim kimi sırf biznes sahəsinə aid olan obyektlər tikilə bilər. Restoran tikə bilərsiniz, yeməkxana tikə bilərsiniz, yanacaq doldurma məntəqəsi tikə bilərsiniz. Təbii ki, xüsusi bir tikili olarsa da ona xüsusi lisenziya və icazə almaq lazımdır. Yaşayış təyinatlı torpaqlarda mülki ev, fərdi evlər tikə bilərsiniz. Kənd təsərrüfatı torpaqlarında da məsəl üçün ferma tikə bilərsiniz, hovuz düzəldə bilərsiniz. Məsəl üçün hər hansı bir zəli deyək, onu yetişdirə bilərsiniz və s. Torpağın təyinatına uyğun ancaq kənd təsərrüfatı təyinatı istifadə edilmək olar. Qaraqoyunlu inşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.